Samim qələbə münasibəti ilə sizi təbrik edirəm. Mənə çox maraqlıdır. Heç bir turnir hədəfi olmayan komandanın motivasiya verib meydana çıxartmaq çətin deyil ki. Çox çətindir, əlbəttə çətindir. Onu da vurğula ki, oyunçularsız. Necə oyunçularsız? Bunu bildin, nominal zadni zaşitnik yox. Nominal 6 nömrə yox. Yəni, ora-bura, zədələr, nə bilim, bunlar hazırlamaq, oyuna çıxartmaq həddindən artıq çox çətindir. Amma bu çətinliklər o qədər rastımıza gəlib ki, yəni biz üçün birinci soyunub geyinmə otağında dediyimiz sözlər, rəqibin situasiyası biz üçün önəmlidir. Bunlar Evrokubok oynayırlar, xallar lazımdır. Bizə bu xallar lazım olanda biz, məsəl üçün, son oyuna kimi çıxanda, elə sabahla digər oyunları biz heç kimi gəlib rahatçılıqla udmamışıq. Və istəmirəm ki, bizim üzərimizdə bu rahatçılıq da kimdəsə olsun. Bugün Toğuza düşdü, sabahları başqa komanda düşər. Onun üçün biz meydançaya çıxanda bu atmosferi görəcəyik, davleniyanı görəcəyik, kəlmə-kəlmə futbolçuları dediyim sözü deyirəm. Amma hamımız ora baxmayın, bir dənə Maykavuzdakına baxın, o oyunumuzu oynayın. Çünki bu situasiyada, bu atmosferdə, bu kubokları düşmək də bizim tutduğumuz yer fərqli olmadan biz Neftçinin futbolçuları hamısından və hər şeydən üstündür. Və buna görə oynamalıyıq. Müslüman həmkarlarımdan üzr istəyirəm. Samim, Neftçi azarkeşləri sizdən bir açıqlama gözləyir. Yəni, növbəti mövsüm üçün. Belə deyək, növbəti mövsümün yeni futbol oyunun konturları cızılır. Azarkeşlərə nə vəd verə bilərsiniz yeni mövsüm üçün? Rəşad cızılır, planlar da var, oturulur, danışılır, günlərlə, saatlərlə, hər oyundan sonra bunlar var. Amma bu günləri illah ki də kimə, Neftçinin azarkeşinə artıq məncə söz də deməyə ehtiyac yoxdur. Başa düşürsən, o qədər bunlar, bu uşaqlar o qədər belənçə vədlər, belənçə sözlər eşidiblər ki, yəni mən dediyim söz olaraq qala bilər də, bildin, nə dəyişə bilər ki. Onun üçün biz elə inşallah ki, bu cür səfərlərlə, bu cür qalibiyyətlərlə oyunumuzla görsə də, yəni nə isə deməyə ehtiyac olmasın. Həsən Quluzadə, İdman Xəbər saytı. Samim, ötən yay ən azından belə xəbərlər yazılırdı ki, Neftçi sizə təklif göndərib. Siz əgər o təklifi qəbul etsəydiniz, bugün turnir zədvənində Neftçinin vəziyyəti necə olardı? Başqa cür olardı mı? Yəni, onu kim bilə bilər ki, yəni, nə bilir, bəlkə bundan da pis ola bilərdi, bəlkə, nə deyər. Amma təklif göndərib, göndərməyib belə bir şeylər, mən bunun üzərindən danışmışam, amma danışmaq istəmirəm. Keçmişdə nə oldu, ya bu günləri nə oldu, bu artıq qaldı. Biz inşallah gələcəyimizi quracağıq və ona doğru, yaxşı gələcəyimiz doğru getməyə çalışacağıq. İki sual mümkünsün. Samim, təbrik edirəm. 3 mərkəz hücumçusu bugün meydana buraxdı. Sarsan bəlkə məcburiyyət vardı. Tez-tez yerlərini dəyişirlər. Nə göstərdi bu, belə deyək, 3 taran tipli hücumçunun birdən meydanda olması? Yox, inan alın, Mehman, illah ki də onlar məcburiyyətdən deyildi. Onlar plan üzrə idi. Həm də ki, hündürboy oyunçularımızı da oyunda saxlamaq istəyirdi ki, rəqib artıq bilirdi, ümumiyyətlə, bilirdi deyəndə kim bilmir ki, rəqibin oyun stilini, bu artıq məlumdur. Və illah ki də o 3 hücumçu, yəni digərləri o da olsaydı, bu günləri onlar oynayacaqdı. Çünki əvvəlcədən qurulmuş plan idi, yəni bəzi yerlərdə dəyişikliklər var idi. Yəni, sualın yadımdan çıxdı. Yəni, 3 hücumçu, yəni nə göstərdi? Çox yaxşı oynadılar, çox yaxşı oynadılar. Yəni, həddindən artıq çox özləri yer dəyişmə elədilər, rotasiya elədilər və orada da yəni, həddindən artıq çox effekt verdilər. Bəli, itmələr olacaq, top itirmələr olacaq, bunları başa düşmək olar. Amma doğrudan da bu günləri rəqibin deyərdim ki, zaşitasına həddindən artıq davleniya atdılar və qol momentləri də belə saysaq hərəsinin qol momenti də oldu. Yaxşı oynadılar, hamısı yaxşı oynadı onlar da. Bir də bir məqam diqqətimi çəkdi, oyundan sonra Mahmudovun formasını kiməsə hədiyyə verdiniz? Mən oyun gedə-gedə azərkeşin biri gəldi ki, çağırdı, elə bildim ki, söyüşə çağırır. Dedim, gedim də, nə olur olsun, gedim. Sonra dedi ki, onlar Emin Mahmudovun, çünki şəhid övladına bunu çatdıracam. Mən də getdim, meydançada çıxartdıq, gətirdi, verdi sizə bu qədər. Alqış şansı. Sağ ol. Allah şəhidlərimizə rəhmət etsin.
Mən təbrik edirəm. Belə münasibətlə mənim də iki sualım olacaq. Birinci sualım Alexlə bağlıdır. Yəni bəzi epizodlarda fərdi ustalığını göstərir, yəni texnikalı futbolçu, amma ümumi ansambla hələ də uyğunlaşa bilmir tam olaraq. Bu nə ilə bağlı? Bu birinci sualım. İkinci sualımda bizdə o məlumata görə Neftçi növbəti mövsümdə seleksiyası məşqçilər qrupu yaradılması belə bir ideyası var. Yəni bu nə dərəcədə baş məşqçi olaraq sizin işinizi asanlaşdıra bilər? Həddindən artıq çox asanlaşdıracaq. Deyərdim ki, o qrupumuz var, bizim var. Sadəcə onun adını bilmirəm, ona təkmilləşdirmək mi deyim, daha effektli olsun deyə burada daha ciddi addımlar atmalıyıq. Çünki buraxdığımız səhvlər buna şahiddir. Yəni bunun üzərində işləyirik. Bu mən yox, tək klubdan yəni bir yerdə istəyimizdir və sağ olsunlar ki, buna mənə şərait yaradılar bunu eləməyə. Amma Alexə gəldikdə bilirsən necədir? Bu Neftçi oyunçusunun fərqi də odur ki, anırda. Yəni həmən biz gətirdiyimiz oyuncudan bir şey istəyirik də. Bu sizə aid, bizə də bilirsən necə. Amma biraz fikirləşirəm ki, Alex qışda qoşulub. Alex bizim də deyərdim ki, tam yaxşı vəziyyətimizdə qoşulmayıb. Alexi özün görürsən bəzi oyunlarda məcburiyyətdə heç vaxt oynamadıq pozisiyalarda oynayırıq. Amma bu günlər inanırsan Alexdən bu vaxta kimi də elədilər, indikidə də. Mən məcburam ki, bu insana, bu futbolçuya, bunu kimi futbolçuya səbirli yanaşım. Çünki bunları nəysə görüb götürmüşük. İnşallah inanıram ki, bundan daha çox xeyirlisini verəcək. Çünki onun klası bəlli, verdiyi qərarlar bəlli. Sadəcə ansambldan qoşmağı bəlkə oyunu elə havanı tuta bilməməkdir. Amma bu da düzələcək məncə, düzələcək. İtirazı yoxsa sağ olsun. Sami müəllim, Neftçidə işləmək elə bil ki, hər gün buzun üstünə gəzməyə bənzəyir. Yəni təzyiq var, pressa, ictimaiyyət hamısı. Sizin özünüzə Neftçidə işləmək necə təsir bağışlayır? Yəni o psixoloji cəhətdən yorulmamısınız ki, və yaxud da o sizə gələnləri, o təzyiqini hara yönləndirirsiniz? Necə çıxırsınız bu vəziyyətdən? Birinci təzyiq var, azarkeşi deyirsinizsə onu deyə biləm, pressa deyəndə elə sizsiz də, eləməyin də, nə edirsiniz ki? İkinci bir şey də hara yönləndirən futbolçuların istəyəni yönləndirən. Yəni təzyiq həmişə olacaq, təzyiq futbolun içində olacaq. Yadıma gəlir, biraz qırağa çıxır, Inter sezonu başlayanda, Inter pis başlamışdı. Həmən başladılar ki, baş məşqçini göndərmək və bir-iki dənə oyun uğursuz oldu. Sonra başladılar udmağa, indi Liga Çempionunun finalındadır və özü də axırıncı dəfə mətbuat konferansında dedi ki, belə bir şeylər olmuşdu toparlandı. Yəni bu işin bir hissəsidir də. Bu siz də nələrsə deməlisiniz, azarkeş də deməlidir. Biz indi təzyiqlə idarə olmasıyıqsa, bəlkə də buralarda olmarıq. Biz öz işimizi görəcəyik və ən yaxşısı nədirsə inşallah qədər Allahın. Çox sağ olun.